Nadir, tarixdə kim qalacaq? Bacı, kəndivə gəl. Neyləmək istəyirsən sən? Mən ciddə də girəcəm. Artistəm də mən. İnsanların hansı xüsusiyyətinə görə qiymət verirsən? Bugün artıq çox insanlar mənə kassa kimi baxır, seyf kimi baxır. Sən bu dənə bu divandan qaldır dalı vur. Ata evində elədiklərini o bizdə keçmir. Mənim ağzıma seyid tüpürüb. Mənim elə bir qaşını dolatdı. Əvvəlki qədər toylara getmirlər. İndi fonoqram oxuyana elə elitni oxuyandı. Əxlaqında problem var onun. Dodağa. Mən inanmıram ki, mənim oğlum otursun, hansısa meyxanaya qulaq assın. Qəddim xalqların adəti, sənin adətin yox imiş. Rek deyən kimi üzündəki ifadə mən üzümdə nədir? Sadəcə kanal ekrandır da artıq da, efirdəyik. Elə bax, məncə bu kadr arxası necə idinsə, indi də belə olasan. Burası emosiyalar insana. Xoş gəlmişsən. Salam, xoş gördük, axı ki gəldim, çıxdım. Bir neçə dəfə Nadir bəyə çağırmışam. Hətta birinci verilişə, məncə, yox. Çox erkən vaxtlar idi, bəli, erkən vaxtlar idi. Qısa vaxt olmurdu. Deyir ki, sən Allah qismət yazır. Deməli, artıq qismətdən artıq yemək olmur. Deməli, bugünə yazılmışdı bizim görüşümüz. Çərçivədən kənardasan. Mən çox rahat şəkildə sən deyə biləm və rica edirəm Nadirdə. Bizim 25 il bağlayıb biz bir tanış. Yox da mən, bütün gələn qonaqlar məni qocaldı. Sən uşaqlıqdan yəni də. Mən universitetə qəbul oldum, jurnalistikaya başladım. Universitetə getməmiş və xəbər çıxdı. Neçənci illər biz artıq? 2000-lərdən də. 2008. Yox, ondan qabaq da bizim prezentasiyalar, belə, hətta qalmaqallarımız olurdu. 2007-2008 olar. O vaxt jurnalist və müğənnilər arasında çoxlu qalmaqalı olan zamanlar idi. Elə gözəl vaxtları idi, Nadir. Qalmaqalların da bir dadı duzu var idi. Qalmaqalın da duzu var idi. Biz mətbuat konfransı keçirdik. O qədər həvəslə ora gedirdik. Oradan qaydırdıq, bir ay biz o material yazıb qutara bilmirdik. İndi deməyə söz də qalmayıb. Amma sən həmişə sözün var. Sözümüz var. Və sən həmişə düz danışırsan. Sözümüz bitmir. O insan ki işləyir, çalışır, deməli o insan boş deyil. Boş deyil də, deməli işləyir, bu insan var həyatda. Biz də o insanlardan ki, boş insanlar deyilik, sən də, mən də çalışırıq, nəsə eləyirik, demirəm, fövqəladə bir işlər görürük. Gücümüz çatan, çiğlərimiz götürən, gücü çatan qədər yükü götürə bilirik. Necədir əhvalın? Səni biraz narazı görürəm. Bilmirəm nədən. Yorulmuşam. Yorulmuşam və mənə motivasiya verə biləcək bir şeylər yoxdur. Hərdən hətta ölkədən də yoruluram, nə mən də yoruluram, insanlardır, cəmiyyətdən yoruluram. Qaçıb getmək istəyirəm. Deyir, tənha bir neobitami ostrov dillərdə adaya getmək istəyirəm ki, orada yalnız heyvanlar olsun, amma yırtıcı yox da, mülayim heyvanlar. Mən heyvanları çox sevirəm. İtlər olsun, pişiklər, ceyranlar, nə bilim, şirpələr yoxdur. Parçalayar məni. Yəni əjdahalar olsun, əjdahalar. Əjdahalar artıq nəsli kəsilib olar. Yeganə ekzemplər mən qalmış. Ona görə. Nəsli kəsilmişlər də olar. Bax, heyvanlar aləmini çox sevirəm. Ümumiyyətlə heyvanlara çox bağlıyam son illər. Mənim baxdığım kanallar hətta belə heyvanlar haqqındadır. Onların həyat tərzi, onların hətta çox maraqlı həyat tərzləri var. O böcəklərin, cücülərin, sürünənlərin, çimənlərin, tullananların, onların həyatı daha çox maraqlı. Nəinki artıq insanların. İnsanlar mənə artıq deyir, elə bir uzaqlaşdırırlar özlərindən. Bu son zamanlarda bu hər şeyin süniləşməsi, artıq robot bəli, süni intellekt. Süni intellekt, hətta mahnılar süni intellektdə yazılır, bilirsiniz də. Bəli, birazdan insan faktoru ümumiyyət elə bilirəm qalmayacaq. Artıq robotların fəaliyyət göstərdiyi bir zaman, insanın insanlıq çərçivəsindən çıxdığı hamıya aid deyil əlbəttə ki. Yaxşı insan çox az qalıb, təbii insan çox az qalıb, təbii. Hamı elə bir, əstəğfurullah, elə bir çoxu maskalıdır, çoxu nəyisə sübut etmək istəyir. Çoxu nəyisə deməklə səndən nəyisə umur və sənin sadəlövhlüyündən istifadə edib də nəyisə əldə eləmək istəyir. Və mən bunları mənim 54 yaşı var uşaq. Deyir, sən görən, əvvəlki cavan deyiləm. İllərimizi vermişik artıq. Biz hər bir insan görmüşük də, hər bir cilddə, hər bir xasiyyətdə dünyanı gəzmişik, şükür Allaha. Bizi anlatmaq çətindir.
Amma istərdim ki, insanlar insanlığa qayıtsın, nə olar? Dünyada çoxdur, insan, adam kimi dünyaya gəliblər, bioloji insan olaraq. Amma işlərində insanlığı olan çox azdır. O azları bizə Allah çox görməsin. Bizə o maskalanmış insanlar, insanlıq cildindən çıxmışlar, Allah bizə çox görsün. İnsanların hansı xüsusiyyətinə görə qiymət verirsən? Mən özüm heç vaxt çaşmayan insanım həyatda. Heç vaxt. Çaşmamışam. Nə mənada çaşmamışam? Məni heç nə çaşdırmır. Azdırmayıb bəlkə. Azdırmayıb məni heç nə. Çünki mən kasıb ailədə böyümüşəm. Çox kasıb. Yəni yenə deyirəm, bugün də deyirəm ki, məktəb təhsili 3 sinif olan bir qadının, yenə deyirəm, savadsız da, yəni 3 təhsil çox azdır. Bu açıqlama başına bəl olmuşdu. 3 sinif, təbii ki 3 sinif insansız savadlı olmalı. İbtidai sinifi bitirib də. Hə də, yəni. Yetərli qədər deyil. Amma fədakar bir qadının, zəhmətkeş bir qadının, iradəli bir qadının, güclü bir qadının övladları olmuşuq. Şükür Allaha. Və mən sonradan gəldim, əziyyətlə, sözünüz sizin qabağınızda olub. Hər şey siz gözəl bilirsiniz. Yıxıla, dura, əzilə, döyülə, belə məcazım elədi da, belə. Gəldim, bəlli bir pillədə oldum. Yenə mən azmadım. Çünki mən keçmişimə baxıb yaşadım. Çünki mən azsaydım, mənə deyərdilər, bir arxaya çöndə, bir arxaya bax, sən də yəni. Yəni, mən o gün də efirdə dedim, biz şor-çörəklə görmüşük, ikra da görmüşük. Amma şor-çörəklə yiyəndə eyni adamıdıq, ikran da yiyəndə eyni adamıdıq. Yəni, bizi var-dövlət dəyişmədi. İnsanlığımızı əlimizdən almadı. Çox pisdir, insan azanda, çaşanda çox pisdir. Çünki Allah səni sınığa çəkir. Görüm, mən bugün Türkiyana məsəl üçün deyirəm, bir milyonluq belə bir maddiyyat qismət edeyim, görüm neyniyəcək o. Türkiyan əgər o 1 milyonu gözəl şəkildə xərcləyə bilirsə, çaşmadan, heç kimə acıq vermədən, heç kimin xətrinə dəymədən, çünki hamının 1 milyonu yoxdur da, və o özünü milyon çıxanım kimi göstərmədən yaşayırsa, davamı gələcək. Əgər sən birazca Allahın yaratdığı o birisi kasıb bəndəni incitdinsə göstərişinlə, alacaq səndən, gec-tez alacaq. Allah bir var səndən alır və heç nəylə, bir də var səndən alır və sənə bəla da verir ki, unutma. O pulu da verən mən oldum, gördüm bəlanı da mən verən. Çünki sən bacarmadın, insan olmağı bacarmadın. Başa düşürsünüz? Mən çalışıram insan olub və mən düşünürəm ki, mən bugün insan kimi yaşaya bilirəm. Zəhmət çək. Mən səni bir toyda gördüm, bir dost məclisində. Mən çəkdim, onu paylaşdım. Sən oradan pul almamışdın da. Bəli. Sən oxuyurdun. Pul almamışdım, köpüyü də almamışdım. Sən bütün suyun içindəydin. O qədər can qoyurdun. Və bir insanın sənətinə belə yanaşmasını mən ancaq almışdım. Mən yola da verə bilərdim, fonogramlarla. Fonogram oxuyardın, amma sən tər silməkdən, hətta mən də gəldim sənə salfetka verdim ki, sən öldün da suyun içində qaldın. Sən doğrudan zəhmət keçirsən. Mən toyda, məclisdə ümumiyyətlə, səsim oturmayanda deyirəm, bugün mən toy oxumadım. Deyirəm, səsim oturmadı, mən oxumamışam. O gün ki, mən artıq 12-dir, birə işləyib, artıq görəm ki, yavaş-yavaş səs gücdən düşür. Deyirəm, şükür Allah, yola vermədim də, hala aldım. Tərim bir də görsən hərdən səhnəyə tökülür də, mən uşaqlar dikin aldır müəllim. Siz elbə saunadasınız, tər gedirsiniz də belə. Evə gəlirəm, mənə yoldaşım deyir ki, adamın da pencəyə yaş ola bilər, qara pencəyə duz çıxa bilərmi üstünə belə. Deyirəm, mən belə qazanıram. Şükür Allaha ki, mən çox razıyam. Və aldığımı da bugün Allah mənə yaxşı şeylərə qismət edir. Oğul toyuna, oğul təhsilinə, insanlara köməkdə. İnsanlara kömək eləyəndə xoşbəxt oluram. Həm də məzlum görəndə pis oluram. Çünki mən o həyatı yaşamışam. Bir başına gələn başmaqçı olar. Mən vaxt olub ki, kilometrlərlə yol getmişəm ki, taksiyə pul verməyim və avtobusa, taksiyə yox, avtobusa pul verməyim ki, o pul mənim cibimdə qalsa, onu başqa bir şey eləyə bilərəm də, yəni. Bugün çox şeylərdən imtina edirəm. Nə gözəl ki, sən onları unutmursan və danmırsan. Mən bugün çox şeylər özümə, ola bilər ki, bəlkə bugün əynimdəki bu libası mənə gəlinim hədiyyə edib ad günümə. Mən bunu giyinəndə sevinirəm də, ki, qızım mənə bağışlayıb, o da xoşbəxt olur. Mənə əyində görəndə deyir ki, mənim aldığım, yəni ona xoş olsun həm də geyinirəm, başa düşürsünüz.
Mən onu çox sevirəm də. Mən çox onu Yaxşı olduqca çox qaynatır. sevirəm. Yaxşı insanlar insandır o. Yaxşı gəlin deyil, o yaxşı insandır. Gəlin ocağa çəkər. Mənim qismətimə 30 ildən sonra, 29 ildən sonra 3 ildir bizdədir. Deyirəm, Allahım, sən mənə qız vermədin, mən arzulayırdım da. Amma gec də olsa sən mənim ailəmə qızım qədər mənə, deyirəm də o mənim qanımdan da deyildi. O başqa bir bölgədədir. Tamam, mən başqa bir bölgə. Deyim ki, qohumu uzaqda qohum, yerli də deyilik. Nə xoş halıma ki, bugün məni atası qədər sevən və çörəyi itirməyən, əziyyəti itirməyən, əməyi itirməyən bir insan var. Özüm onu gözə gətirəcəm axırda, getirməyim də. Həmişə belə olsun. Sən mənim bir dənəmsən də. Oğlanların bir yana. O biləm də övladımdır. O heç. Acısı da şirin də mənimdir. Bəli. Amma sən başqasan da. Sən nə yaxşı ki, həyatıma gəldin. Mən həmişə bir məsələ incidir. Niyəsə bizim cəmiyyətdə pis bir örnək çəkmək istəyəndə birinci müğənnini göstəriblər. Biz göz qabağındayıq. Biz heç xoşuma gəlmir ki, məsəl üçün deyirlər ki, Gözlərim doldu, mənə belə gəldi. Gənclərə pis örnəkdir. Biz heç vaxt uşaqlıqda müğənnidən, artistdən örnək götürmürdük ki, ya müəllimdən götürdük, ya valideynimizə, ya dayıdan, ya əmidən. Mən niyə atamı, anamı qoyub, dayımı, əmmimi qoyub, gedib mən müğənnidə örnək götürməliyəm? İndi sizin övladınız niyə görə sizdən yox, məndən örnək götürməlidir? Çox maraqlıdır. Mən artistəm. Mən ciddən cildə də girəcəm. Artistəm də mən. Bəli. Səhnə adamıyam. Bugün saçım belə olacaq, sabah belə olacaq, sabah belə olacaq, məsəl üçün. Övladın isə səndən, sizdən, ailədən və müəllimdən, məktəbdən iki tərbiyə ocağı var. Biri məktəbdir, Biri də ailədir. biri ailədir. Birinci də ailədir. Çünki birinci uşaq orada məktəbə qədər artıq uşaq doğulur, orada tərbiyələnməlidir, beşikdən. Və sən uşağını tərbiyə edə bilməmisən, plus müəllimi də qoymuşsan o tərbiyələndirsin. Hə. Çox maraqlıdır. İçəridən oxuyuram ki, valideyn özü qadın valideynlər çox pis şərhlər yazırlar da. Deyirlər ki, məsələn, hansısa məktəbdə uşağın qulağını vurdu müəllimdən. Nə olsun vurdu? Vurdu da. Burada nə var? Gör, sən uşağın qulağını vurmursan, elə vurmamısan ki, ona görə məktəbdə bu vəziyyətdədir. Zamanında onun qulaq vurması versəydin, o uşaq bugün məktəbdə müəllimi də incitməzdi və özünü düz aparardı. Yazır ki, mənim uşağıma bir söz deyən müəllimin Başını oynaçaram. başına oyun gözəl, yaxşı sözdür. O əla söz deyir. Başına nə deyir? Nələr də, yəni 18 plus üstündəki sözlərlə belə eləyərəm, yortaram, cıraram, üzr istəyirəm də yəni. Bu valideynin uşağı qulağı yox, döyülməlidir. Çünki valideyni sənsənsə, bu sözləri deyirsənsə, sənin doğduğun da sənin kimi olacaq. Mən düşünürəm ki, normal ailənin, mənim yoldaşım və uşaqlarım rus məktəbini bitiriblər. Mən hələ eşitməmişəm. Yoldaşım da Sovet dövründə, yəni deyir ki, mən hərdən deyirəm ki, bizim müəllim tənbih eləyirdi qulağımızı, hətta mənə şillə də vurub. Hərdən qızların hərdən saçını da tuturdular. Kənd yeri idi, indi ola bilər. Amma valideyn bizə heç vaxt anamız demirdi ki, gedib ona mən cıraram, üzr istəyirəm, döyərəm müəllimi. Deyir, düz eləyib, özü yaxşı aparıydı. Neynəmsən ki eləyib? Özü yaxşı, niyə gidir başqasını vurmadı? Niyə Türkiyanı vurmadı, səni vurdu? Deməli, səndə günah var idi. Mənim yoldaşım deyirdi ki, çox müəllim uşağı necə döyə bilər ki, bizdə olmayıb belə şey. Biz müəllimi görəndə artıq yığışdırırdıq özümüzü. Yəni, məktəbdə mən özümü yaxşı aparmalıyım, mənə söz deməsin. Deyir, ancaq az sektorda ola bilər belə şeylər. O vaxt üçün deyirdi. Rus sektorunda olmurdu. Olmurdu. Yəni, Mən də Rus sektorunda bitirdim. Yəqin siz də bunu eşitmişsiniz. Amma sonradan da uşaqlarım mənim qutardı. Mən hələ uşaqlarımla, indiyəcən də onların bəzi toylarda, məclislərdə görürəm. Deyir ki, və filankəs Leyla xanıma, tutaq ki, filankəs İrada xanıma, əzizə dərs demişəm filan məktəbdə, Loğmana dərs demişəm. Какие хорошие ребята они были, очень хорошие дети, воспитанные. Mənə xoş gəlir, bəli. Görürsünüz? Vaspitание belki evdə olub o. Sonra məktəbə gedib. O əvvəldən artıq tərbiyələnmişdi o uşaq. Çünki ana tərbiyəsi onu evdə bunu olar, bunu olmaz. Deyirlər ki, uşağa yox demək olmaz. Nə danışırsınız siz? Uşaq yoxu da bilməlidir. Yox demək lazımdır uşağa. Bəlkə uşaq elə bir şey istəyəcək ki, ondan mən düşmən qapısına getməliyəm. O üçün bizdə də olub da, məsəl üçün, Sovet dövrünün uşaqları bizə yoxdur, bitdi. Məsəl üçün, məktəbə fotoqraf gəlirdi. Bizdə imkan yox idi, çox idi uşaq. Atam da rəhmətə getmiş. Anam deyir ki, ay bala, mən verə bilmirəm də, yəni. Ancaq çörək pulunu, dolanışığı düzəldə bilirəm.
Sustuq, bitdi. Yoxdur. İndiki uşağı yoxdur deyə bilərsən. Və yaxud da dondurmalar gətirdilər maşınla. Kağızda olurdu, kağız stakançıqlarda bir də olurdu vafelini. 5 köpük fərqi vardı. 25 köpük idi, 20 köpük idi. Mama marojna gəlib, özü qışqırırdı, marojna gəlirdi, qışqırırdı. Səsi də kəndi götürürdü. Hamı gedirdi, imkanlı adamlar gedib. 20 köpük bir şey deyil, amma bizim üçün bir şeydi o 20 köpük. Başa düşürsünüz. Və belə, neysə. Amma biz nə yaxşı ki, yoxu, azı da, çoxu da bilmişik, yoxu da, yoxsulluğu da bilmişik, varlığı da bilmişik. Bugün istərdim ki, uşaq, ümumiyyətlə valideynlər azadlıq deyib də, mənə bu söz heç vaxt çatmır da, biz müasir ailəyik. Müasir ailə nə deməkdir? Onun mənə institutu... Çərçivəsi olmalıdır da müasirliyində. Siz müasir deyilsiniz. Müasiri. Biz oturmuşuq, normal düşüncəmiz var, normal düşünə bilirik. Biz bu xalqın evini, xalqın deyəndə bəzi insanları və bir çoxlarının evini yıxan sosial şəbəkələr oldu. Mən oradan Bəli, görürəm. indi o müəllimlər dedin, bağça müəlliməsi olsun, direktorlar. Onlar hamısı TikTokdadır. Və onlar gözləyirlər, dərs bitsin, canlını açıb oynasın rəqs oynaya bilər, qoyub orada nəsə, və yaxud da oxuya bilər karaoke və yaxud da orada canlı açıb nəsə. Müəllim elə bir ali sənətdir ki, o insan formalaşdırır, vətəndaş formalaşdırır, o prezident yetişdirir, nazir yetişdirir də, yəni. Həkim yetişdirir hər birini. O sən necə mənə TikTokda açıb sən, mən onda adi insanlardan nə istəyim? Deyər müəllimi görmürsən o. Yox, onda o müğənnilər niyə qınayım? Oynayanları, oxuyanları. Biz oynamalıyıq, dərsində. Bizim işimiz oynamaqdır, evə gülməkdir. İtorus demişkən mən özümə çərçivə. Mən TikTokda toyda oynamağımı qoya bilərəm. Toyda hamı oynayır, mən də oynayır. O heç. Durum tək otaqda qoyum karaoke nəsə oynayım ki, yox. Mənə yaraşmaz. Demirəm. Deyərsin tamaşaçı ki, sənin bəli, çox səhvlərim olub. Bugün Allah mənə ömür versəydi, mən başqa cür yaşayardım. Gənclik olub, şıltaqlıqlar olub, biraz dəlisovluqlar olub. Olur da, səhvsiz insan yoxdur. Mən deyirəm ki, gənc ifaçılara da, siz çalışın bizim səhvlərimizə baxıb da, o səhvləri siz buraxmayın. Siz başqa cür yaşayın da, nə olar ki? Heç olmasa bizim dövrdə hələndə ən azından sosial şəbəkə yox idi. Bir çox insanlar unudublar artıq da, deyək ki. Amma sizinkilər qalır orada, YouTube'da qalacaq, Instagram'da qalacaq. Doğru. Buradan sildirsən orada qalacaq. 2 ildən sonra yenə çıxırtadır, onu eləyirlər. İstənilən adam tapa biləcək onu. Yəni tapa biləcək. Ona görə lazım deyil etmək. Və sosial şəbəkələrdən mən çox gileyliyəm. Düzdür, mənimkilər orada yoxdur. Mənim yoldaşımın yoxdur sosial şəbəkəsi. Gəlinimdə də olub. Gəlin olana qədər, ailə qurana qədər, orada mən baxmışam onun səhifəsində maksimum 10 dənə şəkil olub, iş yoldaşları ilə. Qapalı səhifə olub. Hə, qapalı. Orada 5-6 nəfər onu izləyirlər bir-birini. Rəfiqələrdir, iş yoldaşları, belə hansısa rəfiqəsi ilə şəkili belə. Çünki o gəldi, gördü ki, artist evinə gəlib, amma evdə artistik yoxdur. Qanun, qayda var. Mən kiçik gəlinimə də elçi gedəndə, dedim qızım. 3 oğlum vardı. 2 oğlum. Sonuncuya elçi gedəndə Əziz nə oğlum var? Nişanlıda Əziz. Deyirəm də toyuna gəlməmişik. Dedim bu toy elədi, mən çağırmadım. Yox, qız toyu oldu artıq. Gəlin toy eləyib. Mən dedim elçilik yoldaşımla getdik. Çox adam da aparmırıq. Xoşumuzu gəlmir. Cəmaatın evində yığıb. Belə də çox təminatlı ailə deyil. Ya imkanlı ailə deyildi ya, onu nəzərə alırıq. Darısqal eləməyək, kimisə mane olmaya. Bizdən sonra yığıb yığışdırmaq söhbəti olmasın da. İncitmə, bəli, incitməmək. Biz onun hətta bütün o nişan xonça aparanda 5 nəfər getmişdik biz. Yenə etdim insanları incitmək üçün. Mən onu 100 nəfər də apara bilərdim. Maşın karvanı, dang-dung. Lazım deyil. Bu mənim xoş gündür. Bu göstəriş üçün eləməyək də bəzi şeylər. Bəli. Görüşək gəlinimin toyunda heç kim də bilmiyordu. Biz onu çəkib də göstərmədik. Yəni bu ailə işidir də. Bunu sosiallaşdırmaq da ayıp deyil, amma biz istəmirik. Mən kiçik gəlinimə elçi gedəndim, qızım, sən bilirsən kimin gəlinisən, olacaqsa artıq. Bizim evə gələndə, ata evində, ana evində bütün elədiklərini, o da ərkönlüklər ola bilər də, indi burada ərkönlük eləmişsə, Atov evində istədiyin kimi. Biraz onları çərçivədə saxlamalısın. Biz səni o şeydə saxlamayacaq da, qəfəsdə. Gestapo rejim deyil də. Yox, ailə
Belə dedin biraz belə. Gestapo yox. Sən- Yox. Bizdə elə şey yox. Mənim gəlinim bu saat bankda işləyir. Gəzir də axşam zəng edirəm, görüm gəzmir restorandadılar, yoldaşına kafedədirlər, gedirlər, gəzirlər, hər şey. Amma çərçivədə azadlıq, biz azadlığı düz başa düşmədik ki. Biz qadın azadlığı deyib nə anladıq ki? Qadın azadlığı nədir? İndikilər Siz azad deyilsiniz. mən azadam. Çərçivəniz var da ancaq. əlbəttə. Özünüzə qadağalarınız var. Əlbəttə. Yəni bəziləri qadın azadlığı da deyib belə bütün Açaraq pərdələri eləyiblər, aşmaq bəli. o azadlıq deyil. Qadan alım sizin. Mən də azadam. Mənim həyat yoldaşım da azaddır. Mənimlə gedir də Çox düz gəzməyə. danışırsan. Hər yerə gedirik də. Yəni heç kimi belə salmayıb da o dörd divar arasında. Yəni dedim ki, mən qızım, çalış bizim kurallarımız da əla kurallardır ya. Sənə söz deyən olmayacaq, artıq söz. Əksinə sənə dəstək olacaq. Nə ki biz böyük gəlinə dəstək oluruq. Sən bizim ikinci qızımız ola biləcəksən, sən xoş halına. Onda sən jackpot tutdun. Mənə can deyəndə mən sənə 10 can deyəcəm mən sənə. Hə, necə ki mən Bəli. deyirəm böyük gəlinimə. Fərqi yoxdur, hər ikisi mənim balamdır. O özündən asılıdır. Gəlib çaşma da, yəni bizim ailədə ki, mən Nadirin gəliniyəm, bir də nəsə eləyərəm, sabah çıxıb sosial şəbəkədə nəsə danışarım ki, mənə filan. O bizdə keçmir. O bizdə keçmir. Bilmirəm, kimlərsə eləyib indi bilirsiniz də, şou biznesə gəlinlər olub indiyəcən də, o bizdə keçmir. Yəni o fikirdən bizim evimizə heç kim gəlməsin. Yəni mən o birislər deyiləm də, yəni biləsən. Gəl dolan, ye, iç, Nadirin əzizin pulunu xərclə, get gəzməyə, yoldaşınla istədiyin kimi yaşa. No, Qafarzadə familiyasını düşün. Ona görə başqa familiyalar da familiyadır. Amma biz cəmiyyətdə tanınmış familiyayıq da, yəni o soyadın üstünə ləkə gətirmə, qoy desinlər ki, görün filan kəsin gəlini, baxın, ədəbli, ərkanlı. Mən bunu istəyirəm. Və bütün qaynata-qaynılar da, analar, atalar da istəyir ki, yaxşı kürəkəni olsun. Ona baş tacı ola biləcək, adının üstünə yaxşı ad gətirə biləcək. Bütün valideynlər isə yaxşı gəlini olsun. Heç kim pis bir şey arzulamır. Mən inanmıram ki, hansı deyirlər qaynanalar ev yıxır. Kim istəyər balasının evini yıxsın? Mən düşünmürəm. Çox aktual məsələdir. Falçıya mənim getdi, gələndən cadu elədi, çox gülməli şeylər. Elə əvvəlcə almasın da İnanırsan sən də. bu qut yağıdır. Yox. Ay Allah. Uşaqlıqda artıq bizim beynimizə o qədər gelmiş. Ancaq bizdə də. Daşı öpgünə, bu Seyidin üzr istəyirəm, bağışlı deyəcəm yenə. Mənim ağzıma Seyid tüpürüb. Gülməlidir, görürsünüz? Estağfurullah, şək gətirmirəm. Mən qorxuram. Yox, Amma yəni- bir də Allahı tanıyıram. Eyni. Aynen Türklər demişkən. Mən artıq yalnız Allah, heç nə. Allah. Yəni uşaq idim, anam mən axı 6 qızdan sonra, 5 qızdan sonra, 6 qızdan doğulmuşdum. Məni qoruyurdu da. Dedi Seyid arvad gəlib, Seyid arvad belə qara, belə arvadı idi, çarşablı, vahiməli idi. Düzdür, o mənim ağzıma tüpürmədi. Deyirlər ki, tüpürməlidir. Neynədi? Tüpürcəyini götürdü, dodağıma sürtdü. Belə, o vaxtdan da mənim antipiyada dodaq, həmişə dodağı belə bir qaşınır o vaxt. O qaşım. Bu antisanitariyadır. Bu olmaz da. Yəni Bunun bu dinlə nə əlaqəsi? Vallahi heç bir kitabda bu yazılmır. Heç yerdə bu yoxdur. o Seyid nənə tüpürcəyini nə edəcək mənə də? Yəni ki. İndi Bilmirəm. Mən bir qrup inanmıram. Mən üstümüzə biləsiniz. gələcək. Hə, nə falçıdır, Seyiddir, nə bilim qurt yağıdır, cadudur. Falçılıqla ev yıxanlar filan mövzusuna necədir münasibət? Amma deyirlər ki, var eşitmisən, cadu. bir Eşitmişəm ki, nümunə var güya. Mən inanmıram da, bilmirəm. Var deyirəm. Mən yenə deyirəm. Sən bir iki nəfər dolanmır. Buna kim nə edə bilər? İstəmir də bunu insanlar. Məhəbbət duası yazırlar. Ərlə arvad yola getməyəndə gənc vaxtı. Deyirlər gedibdən mollaya məhəbbət. Bu məhəbbət varsa var, yoxsa o dua ilə nə olacaq? Yoxdur da bu məhəbbət. Falçılar da blogerliyə keçib də indi başqa cür. Görürəm kartla baxırlar. Onlayn baxırlar indi. Bu nətər olur, yaxşı bu. Hələsi o gün nə görürəm? QR kod qəbirstanlığa qoyurlar artıq. Başdaşında var. Sən o ölü haqqında məlumatlar toplayır. Mən ölüb gedim, nə edirəm onun məlumatında? Yazıq ölüb gedir, əl çəkirlər. Öləndə də əl çəkmədiniz ondan. O dünyaya inanırsan. Səncə var bundan sonraki həyat? Yox, öldüm getdim yəni. Ruhun Mənə yenidən elə gəlir doğuluşu ki, bəs. Allah məni bu dünyada gətiribsə,
bu dünyada məni yaxşı yaşatsın. O dünyada mən necə yaşayacağım onu bilmirəm. Amma mən indi görürəm, axı dərk eləyirəm, görürəm, hiss eləyirəm. Mən bunu hiss etməliyəm. Bu dünyada hiss etməliyəm. O dünyada nə olacaq onu bilmirəm. Anlada bildiniz mi? Mən indi yaşayıram mən. Bax gəzirəm, görürəm. Və deyirlər bu ruh neçənci həyatını yaşayır filan doğulub. Hərdən özümüzü deyirlər qoca belə. Allah bəlkə özümüzə təskin, bu təskinlikdir məncə. Mən birdən özümü 70 yaşında bir yıpranmış bir adam kimi hiss eləyirəm. Bunu kiminsə yanında deyəndə deyirlər ki, sənin ruhun 9-cu həyatını yaşayır. Ona görə artıq yorulub. Yaponlar, Çinlər nə ruh, nə cadu, nə pitik bilmirlər. Dünyanın texnologiya, hər şey inkişaf edib. Alman, İngilis, bütün xristian dünyası da, belə deyək də, nə onlarda cadu, heç vaxt görmərsən, məsələn, belə şey yoxdur. Heç vaxt da oturub, heç kimi də qeybətini qılmırlar, heç kimdən danışmırlar, heç kimi babal yumurlar. Həyatları da gözəl. Mən bu xristian ölkələrində çox gedirəm də, görürəm mən. Bəs onlar Nəyi düzəltmək istəyərdin? İndiki həyatımızda, ətrafımızda. İnsanların təfəkkürünü, düşüncələrini. Bizdə insanlar istəmir də ağıllı olmaq, çoxu istəmir. Ağıllı, savadlı olmaq istəmir. Mən də böyük bir ali savadım yoxdur. Mənim bitirdiyim Asəf Zeynallıdır da, yəni. Artıq orta məktəbi yaxşı bitirmişəm. Tarix fənnini, ədəbiyyat fənlərini gözəl bilirdim. Musiqindəki, əlbəttə ki, onu mən bilməliyəm, musiqiçiyəm. Bizim insanlar maariflənmək istəmir. Elə Sedekadan o yana qədər dünyanı görmür. Onun üçün dünya Sedekaya qədərdir, yəni sərhədə qədərdir. Buradan da qırmızı körpüyə qədərdir. Yəni hərdən deyirlər, bütün dünyada, onun üçün dünya buradır. Dünya bilirsiniz nə boydadır? Dünya bilirsiniz nə boydadır? Mən də özüm də gəzməsəydim, bilməyəcəkdim də. Yəni dünyana çıxanda deyirsən, ay Allah, bunlar niyə belədir, biz belə deyilik. Görmədiyim hələ nələr var. Hə. Mən baxmayaraq ki, Asiyada olmuşam, Afrika, Asiya, Avropa, Çin, Hindistan, hər yeri getmişəm. Rusiyanın hər yerini, Ukraynada, bu yaxınlarda Belarusiyaya gedəcəm. Mən Londona gedəndə, bu yaxınlarda, ilk də otelə düşən kimi oğluma bilsin nə dedim? Oğul, gedək biz tarix muzeyinə. İnanırsınız? İnanıram. Çünki mən də gedəndə muzeyə gəzirəm. Rusiyaya gedəndə Moskvaya tarix muzeyinə, İsveçrəyə gedəndə tarix özü də çox xoşuma gəldi. Muzeylər pulsuzdur. Giriş pulsuzdur. Çox maraqlıdır. Pulsuzdur. Avropada bəziləri pulludur, bəziləri pulsuz. Mən getdim də artıq mən o xalqın tarixini bilmək istəyirəm. Bunlar kimdir, nədir, hardandır? Bizdə isə insanlar ancaq İstanbula deyir gedim, niyə? Alış-veriş eləmək. Artıq İstanbulda alış-veriş eləmək mümkün deyil. Çünki qiymətlər... Hara gedirsən? Dubaya, mola gedirəm ora. Gedi, amma birinci ged o xalqın bir adət-ənənəsini öyrən. Bunu böyütdü, bunu inkişaf elə, dart da bunu da, qalıb buradasan, buradasan, çıx da buradan, nə olar ki? Yəni, TikTokda oturmaqla gününüzü keçirirsiniz. Mən Qiyabi də seyr edirəm, Qiyabi də gəzirəm televiziya vasitəsilə. Mirna İznanku var, Orel Reşka var. Çox baxıram özdə o oğlan verilişinə. Çox gözəl proqram. Ukraynalıda bilirsiniz, Ukrayna-Rusiya söhbətlərinə görə o veriliş saxlayıb, amma YouTube'da var. Milyon dənə verilişi var. Orel Reşka var. Bəli, Orel Reşka. Ruslarda var, sonra onlar da gediblər Rusiyanın bütün hər yerini gəziblər. Mən də çox sevirəm, oturub baxıram. Qiyabi, mən bilim də nə var, nə yox da bu dünyada. Qurban olum, mən TikTokda nə öyrənəcəm artıq. Nadir, sən anlatmaq çətin olar. İndi hə, mən gözlərdən hiss edirəm. Artıq mən, deyəcəm indi, artıq mən özüm bir psixoloq və falçı olmuşam. Mən oxuyuram insanı. Əvvəl, əvvəl də allanmırdım. Türkan xanım, mən yola verirdim. Görürəm, Türkan məni alladır. Demirəm ki, sən məni niyə alladırsan. Hə, o ilə razılaşıram. Okey, amma uzaqlaşıram. Onun işini, istədiyini verirəm, uzaqlaşıram. Belə ətrafım boşalıb ətrafım. Ay Allah. Əvvəlki dostların... Yox. Sən yaxşı dostsan eşitmişəm. Yox. Yaxşı dost başqa şeydir, yaxşı dost. Əgər bugün düşünürəm ki, mənim yaxşı dostum kimi, mən bugün yaxşı dostum kimdir? Gəlinim. Ona güvəndirəm. Ona güvəndirəm. Yox, mən yad adamdan nə umma bilərəm ki? Bugün artıq çox insanlar mənə kassa kimi baxır, seyf kimi baxır. Hətta doğmalarım üçün də var öyle.
Mənə seyf kimi baxırlar. Deməli belə çıxır ki, mən nadir olmasaydım, mənim seyfim olmasaydı, məsəl üçün də pulum olmasaydı, mənə bugün hər şeyi artıq ana oğul münasibətləri də pul üzərindədir. Siz fikir vermirsiniz, ana həmişə pullu oğlunun adına and içir. Doğru danışanda. Doğru danışanda. Filənkəs canı. O biraz zəif oğlu var ha. Fikir verin. Heç fikir verməmişim. Pullu Bundan sonra fikir verəcəm. Pullu oğlunun canına and içir. Pullu oğlunun həmişə deyir ki, gözləyin o gəlsin, sonra onun məsləhətləri ilə. Əvvəl amma böyüyə yol verərdilər, ona hörmət bəsləyərdilər ki, böyük oğlum gəlsin, böyük qızım gəlsin. Mən bunu hiss edirəm də. Mən hər şeyə bax. Mənim burada da gözlərim var. Elə bilirlər çox vaxt buradan görmürəm. Mən burada da gözüm var. Orada hissiyat var da, hiss edirəm buradan hər şey. Sən hissiyatlı adamsan. Mən getdiyim yerdə də qonaq gedəndə deyirəm bura Nadir Qafarzada gəlib. Adam gəlib də sadə bir insanam, fərqi yoxdur. Bura Türkan gəlib, Əli gəlib, Andrey gəlib, insan gəlib. Sən insana hörmət elə, Nadir Qafarzadəyə yox. Yəni ada yox. Mənə insan olaraq mənə hörmət. Mən elə insanlara hörmət edirəm. Məncə nə fərqi var? O qardaşın pulu var, yoxdur. O insandır da. Onu da Allah yaradı da. Biz insanlığı unutmuşuq. Çıxdım dünyaya gəzməyə. Adam gördüm, insan görmədim. Onu mən deməmişəm. Yəni filosoflar deyib, aqillər deyib. Çox maraqlı. Adam kimi, adam cindində doğulur, amma iç boşdur. Bugün biz yaxşı insanları itirə-itirə gedirik, biləsiniz. Yaxşı insanların da çoxu bu cəmiyyətin tərbiyəsizliyinə, əxlaqsız deyəndə təkcə o bədəni satmaq deyil də. Hər bir əxlaqsız, hər bir mənada əxlaqsız var. Bəli. İnsan əgər özünü apara bilmirsə, o da əxlaqsızdır. Əxlaqında problem var onun, özünü apara bilmir. Əxlaqsızlıqdan, cəmiyyətin əxlaqsızlığından, savadsızlığından, cahilliyindən baş götürüb ölkəni tərk edənlər var. Və deyir ki, nə vaxt düzələr o cəmiyyət, demirə dövlət. Çünki dövlətdən getməyib, o cəmiyyətdən qaçıb o. Haçan o cəmiyyət düzələr, mən vətənimə dönərəm. Küsüb bu insan. Küstürmüş ki o insanlar, özü yaxşı insanlardır. Sən də elə bil o ab-havadasan. Hardan bildin? Küsmək ab-havası üstün. Hərdən istəyirəm bir müddət getmək, format eləmək istəyirəm beynimi. Özüm mən çox miniçilniyəm də. Mən bugün bir başqasının bir balaca səhv işini görəndə narahat olurum onun üçün. Niyə? Çünki o mənim adımdır da, mənim Azərbaycanlımdır o. Mən istəmirəm ki, həmişə Azərbaycan qadını bizim üçün Azərbaycanın qadını. O vaxtda jurnal vardı, Azərbaycan qadını kimi yadındadır, yazılırdılar ona. Özü bahalı jurnal idi. Azərbaycan qadını deyəndə çox qəşəng səslənir, çox belə vahiməli səslənir. Bugün bəziləri ilə bir çoxları Azərbaycan qadının adını o da ucuzlaşdırırlar ki. Maalesef Türklər demişkən. O adı ucaltmaq lazımdır, bilirsiniz. O adı qorumaq üçün Azərbaycan qadını ana deməkdir də. Ana da torpaq deməkdir, vətən deməkdir. O torpaq üçün də nə qədər əziyyətlər çəkdik. Nə qədər əziyyətlər, qanlar tökdük, itkilərimiz oldu, əziyyətlərimiz oldu. O adı qorumaq üçün canından keçənlər oldu. Biz olan ruhuna hörmətsizlik edirik. Bugün Azərbaycanın qadını daşıyan bəzi qadınlar, bəzilər, bildiniz kimdən, bəzilər. Onların ruhunu narahat edir. Çünki mən belə düşünürəm. Utanıram o elə qadınlar görəndə. Qadın olduğumdan utanıram. Bir də Türkan xanım, çıxıram. Ola bilər, insan hər bir səhvi ola bilər. Bütün səhvlərimizi bizi açıq-aşkar göstərsək, o da nə oldu? Yox, səhvsiz insan yoxdur. Çılpaqlıqları biz gətirmişik, biz çılpaqlıqları gətirmişik ekranlara, TikToklara, Instagramlara, yəni bu qədərmi insanda WhatsApplara. Demirəm ki, olsun, 4 divar arasında nə inirsən, okey, super, özün bilərsən. Hər an şəxs həyatı özünə. No! Qapını aç, pəncərəni aç, pərdəni çəkmə də. Pərdəni çəkmə. Mən Azərbaycandan qırağa gedəndə, məsələn, ərəb ölkələrinə, nə mi harasa, gedəndə soruşanda nərdəsən, hardansan, mən böyük ürəklə deyim, mən Azərbaycanlıyam. Mənə ərəb deməsin ki, məsəl üçün, nəsə, mənim dilimi qısalda biləcək bir söz deməsin, kimsə mənə deməsin, o sözü istəmirəm deməyə, mən o sözü, mən utanıram da. Mən bu yaxınlarda Londondaydım, taksici nə xoş ki, London vətəndaşdır, Türk kökənli idi. Mənə qayıtdı ki, siz, mən Loğman oğlumla Azərbaycanca danışdım, ki, başa düşməsin, nə bilməm, Türkdə bu, elə ingilisdir. Azərbaycanca danışdım, qayıtdı ki, Azeri misiniz? Dedim, yox, mən Azərbaycanlıyam. Özü nə dedim ona? Biraz da ki, o mənə Azeri dedi, lap belə qıcıqlandı. Dedim, Azeri yox, Azərbaycanlı 44 günlük müharibənin qalib vətəndaşı. Ölkənin qalib vətəndaşı. Loğman belə, papa, dava eləmək o ilə. Dedim, yox, mənə pis təsirləyir. Pis təsir. Deyir, papa, sən bu cür belə patriotsan. Deyirəm,
Bəs nə? Bəs nə? Hə, sən həmişə patriot olmusan, bilirəm. Ona görə əziz Azərbaycan qadınlar, mən xanım demədim, gördünüz? Xanımı sən qazanırsan, xanım adını. Öz davranışınla, mədəniyyətinlə, geyiminlə, ərkanınla, oturuşunla, qadın bioloji doğulursan, xanım olursan sonradan artıq. Onu sən göstərirsən həyatından. Bəzi qadınlara buradan səslənir, nə olar? Azərbaycan qadının adını qoruyun. Yenə deyirəm, nə edirsə özünüz bilərsiniz, həyatınızdır, əla, yaşayın. Amma göstərməyin də onu. Gəlin, hamımız açaq pəncərələri, pərdələri çəkək, qapıları açaq, başlayaq hər şeyi göstərməyə. Da nə oldu? Dörd divar nə üçündür? Bizə niyə verirlər o dörd divarı? Nə işin var, get orada gör. Və pərdənin evi, evin pərdəsi olmayan ev necə çılpaq görünür? Boş. Çılpaq görünür. Elə bir çöldəsən. Bəs deyirlər, pərdəni çək, qonşular görməsin, eşitməsin. Bu nə üçündür ki? Bu pərdənin özünün simvolik bir anlamları var, ağırlığı var, başa düşürsünüz. Onu çoxu dərk eləmir. Yaxşı, tutaq ki, bu qadın, bəzi qadınlar deyək ki, kəmdə ağıl yoxdur, neysə uyub gedirlər, bilmirəm, öz hisslərinə bacarmırlar. Bəs bunların yanında bir kişi yoxdur. Hətta bəzilərinin yanında bir neçə kişi var. Ən azından bir qardaş var da, xaloğlu, əmoğlu demirəm ha. Qardaş ata var da, ən azından bu ikisi var. Biri də olmasa o birisi var. Demirəm, döysün, öldürsün, əstəğfurullah. Desin, ay, bacı, bacı. O da bir ayrı mövzudur. Bacı, kəndivə gəl. Neyləmək istəyirsən sən? Nadir, 4-cü kursda oxuyurdum. İlk dəfə idi ki, dodaq boyası vurmuşdum. İlk dəfə. 4-cü kursa qədər 15 yaşında qızlar artıq. 4-cü kursa qədər ümumiyyətlə kosmetikam olmayıb. Qapıdan çıxanda papam evdə yox idi. Mən onu vurdum ki, papam evdə yoxdur. Papam məni blokda tutdu. Bura gəl. Xətaydakı evimizdə. Gözləri də zəif görürdü o vaxt, əməliyyat olmamışdı. Açkisini çıxartdı və indiyənə kimi yadımdadır. Mən belə çıxanda indi blokda pəncərə aşağıda olur axı. Köhnə binalar. Bəli. 5 mərtəbələr. Bəli. Mən belə çəkdi o pəncərənin qabağını, açkisini də taxdı, belə üzümə bax, dedi, get o pamadanı sil. Sonra gedərsən. Mən 4-cü kursda oxuyurdum. Artıq yetkin bir qız idi. Və mən efirdən kənar ümumiyyətlə kosmetika vurmuram. Uşaqlar təsdiqləyər bəlkə də. O qədər öyrəşmişəm. İndi də sizdə 0-1 dərəcə. Yox, indi efirə görə o qrim olmazsan, hə, amma o qədər öyrəşmişəm. Abartılı deyil o. Atam mən belə öyrədib. 4-cü kursda hamı bəzənib gəlirdi. Mən bir dənə pamadam belə yox idi. Və mən çox sevinirəm ki, elə böyümüşəm. Adi həkimlərimizə baxsanız, həkimlərimiz estetik nöqtədə içinə giriblər ki, bizdə Rusiyada olmaz da, estetikli həkim olmaz. Dırnaq uzadılan həkim olmaz. Yəni Bəli. bu olmaz. Bizdə ginekoloqlar var. Belə dırnaqlarla dırnaq lakı olmaz. Pamada da yüngül pamada çəkə bilər. Həkim qadından söhbət gedir. Gedirsən həkimin yanına bir modeldir. Bədən şəkilləndirməsi, dodaqlar, nə bilim, gözlər belə. Sən həkimsən, sən... Mənə gəl, o savadsız həkimdir. Çünki savadlı, heç vaxt savadlı qadınlar içinə girmir. Nə makiyajın abartılı şəkildə olmur. Çünki mən yenə xristiyan ölkələrinə gedəndə İngiltərədən, adı elə bu London, deyəcək onu tez, Şotlandiyada getdim. İndi gəl dəyişəydim, necə ölkəni. Mən o qədər qadınlar sadə gəzir. Yəni, heç abartılı makiyaj, ümumiyyətlə makiyaj 0 dərəcəsindədir. Görərsən o makiyajlı kimləri, ərəbləri, müsəlman qadınları. Onlar da xoşlayırlar belə. O, dodaq, belə dang. Yəni, dəhşətdir. Yəni, dırnaq onlarda görərsən uzun belə. Amma xristiyan qadınları dırnaq olar, hətta bir qədəri var da. Bundan uzunluğu heç xatırlamıram. Bizdəki bəzi qadınlar caynaqla dırnağı səhv salıb. Qardaş, bu boyda dırnaq olmur axı, sənə qurban olum. Anti-gigiyenikdir həm də. Olmaz, yox. Ümumiyyətlə, şərq qadını niyə özündən bu qədər narazıdır? Yəni, güvən yoxdur özünə, gözəlliyinə güvənmir. Əslində, şərq qadınları gözəldir, bilirsiniz də. Şərq qadınları, bizim qadınları, ərəb qadınları, fars qadınları da, yəni şərqdən söhbət gedir. Çox gözəldilər, şirin, belə qaş, göz yerindədir. Ora bir balaca az gözəlliyi qat. Bizim öz gözəlliyinin üstünə
3-4 qat gözəllik qatmaq da eybəcər görünür. Amma qərb qadınlar o qədər qəşəng deyirlər, amma istəmirlər də onu özünü gözəlləşdirmək, təbii qalmaq istəyirlər. Təbiiliyi qoruyurlar. O da yenə savadsızlıqdır, savadsızlıq. Mən biraz istəyirəm səndən bu gün. Savadsızlıq. Hə, bəli, savadsızlıq. Dünya görüşü olmamaq. Kitab oxumaq lazımdır. Hellasda oxumasa da isə oxumaq lazımdır hərdən. Düzdür, mən də son illər kitab oxumuram. Amma oxumusan. Tamam, oxumuşam. Mən Dostoyevski oxumuşam. Hə, gözəl. Dostoyevski bu işin kralıdır. Da, yəni oxumuşam, zamanında çox oxumuşam. İndi yadımda qalmıyor kimləri oxumuşam. Oxumuşam zamanında. Qalın kitablar oxuyurdum. Dumanlı Təbriz oxuyurdum, yadımdadır o vaxt. Gün keçdi vardı, o da Təbriz söhbəti idi. Aha. O da ilə əlaqəli idi. Sonra məhəbbət dastanları oxuyurdum, o da qalın idi. Koroğlu dastanları da oxumuşam, bütün də oxumuşam. İlk oxuduğum bir şey var idi, o da güya yazılmışdı ki, böyüklər üçün ancaq bu kitab. Mən də məktəbdə oxuyordum. Dalanda, adı Dalanda idi bu kitabın. Aha. Heç nə orada yox idi. Güya Sovet dövrü üçün o artıq 18+ sayılırdı. Yəni, o üçün yoxdur, yəni dalandan çıxdı, kimsə öpdü, nəsə, yaxası açıq qaldı, qad kişi onu gördü, yəni biraz. Bu artıq 18+ sayılır. Artıq biz onlar, yəni artıq ondan betəri var da bu saat. Ya artıq o bizə belə gəldi ki, 18 belə kitab oxuma ayıb da yəni. Amma indi maşallah. İndi ayıb qalmıyor. İndi küçədə o şeyləri küçədə görürük də biz. Vaxtında oxumağa icazəmiz olmadığı şeyləri bəzi insanlar indi üçün ayıb sözü qalıb, özü qalmayıb ayıb. Ayıb sözü var, bilir ki var. Amma ayıbın olduğunu bilərəkdən ayıb saymır onu. Yəni ki, ayıb deyil, normaldır. Adını da qoyublar ki, siz geridə qalmısınız. Biz irəli getmişik. Nə ilə? Sən irəli gedib nə əldə eləmirsən ki? Hara qədər getmirsən? SDK-ya qədər. Orada tupika sərhəddə dank, oradan sonra darçı getmirsən. Sən darçı getsəydin, yol davam eləsəydin, bilərdin ki, sən doğrudan da həyat tamam o deyil də, sən deyən kimi deyil, tamam başqadır həyat. Düzdür, bu söhbətdən sonra bizi qınayanlar da olacaq, biləsiniz də, yəni bilirəm. TikTok dağılacaq. YouTube-da şərh yazın dostlar, hamının şərhini oxuyacağım. Xoş halal olsun, yazın, mən də oxuyacağım. Yenə deyirəm, onsuz da yenə öz tərbiyəsini hamı göstərəcək. Kim nəyə qadirdir, öz dünya Kimin görüşünü. Kimin ağzından nə çıxırsa öz beyninin göstərəcək, ailədə aldığı tərbiyəni və tərbiyəsizliyi göstərəcək. Yenə deyirəm, bugün bir uşağın minus hərəkətləri var da, çatışmayan hansısa bir, məsəl üçün deyirlər, filan kəsin uşağı məsəl üçün narkoman oldu, qız uşaqları yolun azı getdi, kiminsə nəsə. Onun günahı uşaq deyil. Anadır, ata da deyil, anadır. Anadır ana. Ne üçün? Mən atayam. Səhər dururam. İndi düzdür, mənim işim axşamdadır. Səhər durur ata. İndi çox atalar belədir. Bəli. Səhər gedir, axşam gəlir. Uşaqla evdə kim qalır? Ana. Ana da oturub axşamacan TikToklarda, Instagramlarda bu moda səhifəsi sənin. Görüm Türkan nə geyindi. Aygün Kəzimova bugün pis söz yazım ona tez. Uşaq unuduldu. O gün bir baxıram şeyə, uşaq ana, düzdür bu olub ya olmayıb bilmədim, ruslar çəkmişdi. Uşaq ana telefonda danışa unudur ki, qucağında uşaq var. Paltarlarla bir yerdə uşağı da atır şeyə. Hə, görmüşdüm. Paltar. O qədər elə video. Paltar. Maşınla. Bax, o qədər gelib ki, qalıb orada telefondakı. Paltarlarla uşağı da atıb, maşın 2 saat işləyəndən sonra yadına düşür ki. Mən başqa şey görmüşdüm, ürəyim sıxıldı. Ona görə də uşaqları qınamıram. Bugün tərbiyəsiz uşaq görəndə küçədə, belə atlarını düşürür, o yana belə, onu qınamıram. Deyirəm, nə elət sənin anana? Nə elət sənin anana? Atana yox, anana. Bəs bu gen məsələsi deyirlər, filan kəsin genidir da. O qədər olub ki, pis nəslinin elə yaxşı olanlar olub ki, hərdən olur. Uşağı formalaşdırmaqlandır. Məncə düşünürəm ki, yenə də deyirəm ki, cəmiyyət, ailə, mütləq ailə, uşaq doğulandan əgər o evdə yaxşı bir şeylər görəcəksə, yaxşı musiqiyə qulaq asacaqsa, əvvəllər fikir vermişdiniz, Sovet dövründə çox ailələrdə 100 ailədən 90'da piano var idi. Heç o çalınmasa belə orada var idi. Kitabxana var idi. Deməli, servant gətirsiniz, siz stenka deyirsiniz. Bəli, stenka. Oranın bir gözü kitab idi. Hətta ensiklopediya vardı cildlərlə. Qalın. O nə üçün idi? Kiril əlifbası ilə. İnsanlar kitabxanaya gedib otururdular, filmlərə gedib, yaxşı filmlər çəkilirdi. İndi yoxdur film. Mən son illər ümumiyyətlə yoxdur. Nadir, bəs estrada da vəziyyət necədir? Mənim əzizim.
bir Estrada var mı yerlər? Çox azdır. Çox azdır. var belə 5-6 Çox nəfər. az da yəni. Əvvəlki deyil. Bu nə baş verir? Axırımız hara gedir? 90'ların 2000'lerin mahnılarından da yoxdur, bəstəkarlarından da yoxdur. Kliplərindən də yoxdur. Ona görə ruslar da qayıdır 90'lara, 2000'lərə qayıdır. Yazırlar. Mənim kanal var. O Mən bir nostaljik his keçirdim. Xüsusi bir kanal var. 90, 2000'lər. Bəli. Yazmırlar. 80'lar da yox, 90'lar məhz. 90'lar orada 2000'lər də var da, yəni. Bütün bax xaricdə də var. Yəni 90'lar necə yaxşı illər olub da. Yəni keçid dövrü idi, amma maraqlı idi da. Biz hələ insanlıq itməmişdi. O Sovet dövründəki o insanlıq beynimizdəki vardı. O da var idi. Amma sonra aləm qarışdı. Bu sosial şəbəkələr, toylarımızda da artıq o sən deyən şey qalmayıb, adət-ənənə qalmayıb. Əvvəlki müğənnilər əvvəlki qədər toylara getmirlər. İndikilər? Yox, köhnə müğənnilərimiz bax nə qədər azalıb yaxşı sənətçinin toyu, konserti. Yox, artıq indi oxuya bilməyənlər toy oxuyur. Bəli. Çünki o gün bir mana xoşuma gəldi bir sözdür ki, indi fonoqram oxuyana deyirlər elitni oxuyandı. Canlı oxuyunca düşqadı ki, bu canlı oxuyur. Artıq canlı musiqini istəmir insanlar. Hərdən olur da gedirsən, o şəraitdə sən mütləq fonoqram oxumalısan. O düşdüyün məkana görə, musiqiçilər o qədər peşəkar deyil, aparatur o qədər professional deyil, sən məcbursan, qonaq getmirsən də tutaq ki, necə oynayırlar fonoqramı. İstə başlayırsan canlı oxumağa, tam oturur. Yox, canlı başlayan kimi gedib otururlar yerlərində. Gözümün şahidi olmuşam. İnsanlar artıq insanlar bizi də sünniləşdirmək istəyirlər, robotlaşdırmaq istəyirlər. İnsan canlı oxuyanda səs də açılır, istədiyin bir şeyləri elə bilirsən. Ünsiyyətdir, canlı oxumaq ünsiyyətdir. Amma bizi belə görmək istəyirlər də. Artıq toylarda vağzal da yoxdur, bilirsiniz də. Hə, başqa mahnı ilə girirlər. Yox, xarici mahnı da, yəni, hə, belə nəsə. Hələ girirlər. Qabaqda nə güzgü gedir, böyürdə nə şamlar var, heç nə yoxdur. Hər şey çox dəyişib. Çox dəyişdi də. Yəni Azərbaycan deyirlər, biz qədim xalqların adəti, sənin adətin yox imiş da belə çıxır. Bu güzgünü qabaqda tutmaq söhbətləri, o nəyin əlaməti idi? Nəyi göstər, nəyi Hə, onu hələ də mən də anlamamışam. Gəlin o orada görməlidir deyirlər güya. Özün görməlidir. Özü gəlinin qabağına qoyurlar onu, gəlin tərəfə qoyurlar. Hə. Yəqin onun nəsə simvolik bir anlamı var. Mən heç toylarda güzgü gördüyümü falan, şam yox, var artıq balaca. Əvvəl şamlı, yox, güzgülər yavaş balcalaşır artıq. Birazdan Aygün Kazım onun güzgüsünü alacaq belə. Deyirdilər ki, oğlan doğulsa bunu kəsərsin. Elə gözəl adətlərimiz var idi. Çox idi adətlər. Nə danışırsınız siz? İndi Novruzda da qapı pusan da yoxdur. Qapı pusmaq da dilənçiliklə. O da qeybətin bir yazırlar. Bir dəfə kart nömrəsi yazıb atırlar orada. Hə, papağın içinə qoyurlar. Yəni o həqiqət idi, yoxsa Instagram zarafatı? Bilirsiniz, bir xalqın ki adət-ənənəsi yoxdur, mahnısı, musiqisi yoxdur, o xalq yoxdur. Bizim var çox. Yox. Biz də artıq get-gedə bunları itirə-itirə gələcəkdə sübut edəcək ki, bizim heç nəyimiz olmayıb. Bugün deyirlər ki, ermənilər bizim mahnıları oxudular. Niyə oxudu? Çünki sən oxumursan öz mahnını da, yeni aranjirovka eləmirsən, yeni səsləndirmirsən. Nə oxudular? Niyə görə Nadir oxumalıdır? Bugün Ələkbər Tağıyev, ancaq Emin Sabitoğlu, Oktay Kəzimoğlu və digər Nadirin boyundan şu bir-iki nəfər müğənni, Teymur Əbrahdır, mənəm, Elton Hüseyn Əliyevdir. Dəbəy belə, artıq Samir Cəfərovdur, bir-iki nəfər. O birilər yaxşı oxuyanlar var. Onlar amma çox müraciət eləmirlər bizim qədər. Mən niyə pulumu 1000 manat, 1500 manatından keçirəm, retro mahnı aranjirovka edirəm. Niyə görə özüm üçün? Ona pul da qazanmıram, bir dərd odur. Pul qazanmıram. Mahnı yaşatmaq üçün ki Türkanın balası da eşitsin o mahnını. Başa düşün. Türkan eşidib, Türkanın balası da eşitsin. Və biz o uşaqları qınamayaq, sən niyə Emin Sabitoğlu'nu tanımırsan? Ona kim təqdim elədi Emin Sabitoğlu'nu? Yaşatmaq lazımdır. Emin Sabitoğlu'nun mahnısı kim oxudu ki, o da eşitmədi, eşitdi, tanımadı məsəl üçün. Gənc müğənniləri göstərirlər. Düzdür, müğənnilərin ixtiyarı yoxdur korifeyləri tanımamağa. Çünki sən müğənnisən, sənin sahəndir. Sənə Newtondan və yaxud da Shakespeare-dən məsəl üçün hətta Shakespeare-də tanımaq mütləqdir. O miravoydur da. Yəni ən azından 3 əsərinə Hamleti, Otellanı və Romeo Juliet'i bilərsən də ən azından. Xəcəb ən belə elementar. İndi onu da bilməsə yenə də amma sən mütləq
Üzeyir bəyi, Qara Qarayevi, Müslüm Maqamovu tanımamaq necə olar? Müslüm Maqamov keçmiş dövrü, uzaq keçmiş dövrü, yaxın keçmiş. Bəli, Yəni. biz Müslüm Maqamovun Təzəlikcə dünyasını dəyişib də, iştirak yəni o. eləmişik. Bəli. Təzəlikcə dünyasını dəyişib. Bəli. Biz soruşmuruq ki, Üzeyir bəy nə vaxt doğulub, harda doğulub, nə yazıb? Çünki üstündən əsr keçib. Halbuki onu da bilməliyik. Amma Üzeyir Hacıbəylinin ev muzeyi var. Gedib orada onun bütün həyatı ilə, hətta sevdiyi bəstəkara qədər, istifadə elədiyi əşyalara qədər gedib tanış olmaq olar və məncə məktəbdə belə var, dərslikdə aparırlar. Çünki mən oğlanlarım balaca idi. Mən o vaxt 2007-də oxumuşdum da. Məni canlarla usandırdı. Cahangir. Mənim oğlum ona qulaq asırdı. Deyirəm, oğlum sən buna nə var? Yox, papa, yaxşı musiqidir. Musiqi maraqlıdır. Çünki zövqü var onun. Mən inanmıram ki, mənim oğlum otursun. Məsəl üçün deyirəm də, çox üzr istəyirəm. Hansısa meyxanaya qulaq assın və yaxud da hansısa meyxanaçıya qulaq assın. Çünki meyxananın da artıq o deyil də, bilirsiniz. Və yaxud da musiqili meyxana deyirlər, nəsə eləyiblər. Özləri ki, təzə janr icad eləyiblər ki. Təzə müğənni növüdür. Meyxanaçı deyil, amma müğənni də deyil. İkisi bir arada meyxanaçı müğənni və yaxud da musiqili meyxana. Bütün populyar meyxanaçılarda, bütün populyar meyxanaçılarda olub müğənni. Artıq istəmirlər onları meyxanaçı kimi təqdim edirlər. Hətta getmirlər əvvəl o dəyişmə məclisləri olur ya, hardan ki onlar qeyb pul qazanırlar. Sən müğənni deyilsən axı. Yaz da, qəşəng şeirlər yaz. Ən gözəl meyxanaçılar, kim incisin, de gəlsin dövründə idi, ondan sonra dayandı. Çünki hər şey abartısı çıxdı deyə, hər şeyin deyir, zayı çıxdı deyə. Oradakı ustadlar, o çox gözəl layihə. Hər şey zayı çıxdı deyə, onun da artıq saxlamadı. Görürsünüz ki, yenə dedim də, adətlər, o folklorumuzu qoruya bilmirik artıq. Bəs nə dedim mən? Amma o köpək uşağı bizdən oğruyub da özününkiləşdirir. Və sabah bir neçə ildən sonra deyəcək mənimdir. Hardadır, səndə var, hardadır, göstər görüm, hardadır. Məndə var. Özdə onlar dokument, sənət zadla eləyirlər, hər şeyi sənətləşdirirlər. Mən bilirəm də bu. Onlar o barədə itirdilər. Nadir, tarixdə kim qalacaq? Mən başa düşürəm ki, bundan sonra tarix olmayacaq. Tarix qutardı. Tarix YouTube'dur. YouTube bitəndən sonra Nadir Qafarzadə qalacaq. Yox, tarix YouTube bağlanandan sonra bugünkü tarix YouTube'dur. Artıq Qızıl Fondda da deyilik də var. Bəli. O Qızıl Fond olanlar orada var, qaldı. Amma onlar da unutdular artıq. Gələcək, sizin oğlunuz birazdan onlar bilməyəcək kimdir. Artıq onlar da tarix deyildi. Mənə tarixdə qalmadılar da, yəni. Amma bugünkü tarixdən nə biləcək, nə qalacaq, nə öyrənəcək? Heç. Yox, elə demə. YouTube açanda nəsə indi orada bir gözünü qabağına mən Kimləri gəlsəm. Kimləri dinləyirsən yaxşı? Mən yaxşı musiqini, yaxşı ifaçıları dinləyirəm. Məsələn, mən Zabitəni dinləyirəm. Gözəl səsi var. Oxumağında əxlaq var. Səsinin təmiz. Əxlaq hər bir mənada var. O qızın oxumağında əxlaq var. Qadınlıq var, xanımlıq var, mədəniyyət var, kibarlıq var. Gör nə qədər sayılır. Öz də elədir, xasiyyəti də odur. Çox gözəl ifaçı, çox xoşuma gəlir. Məsəl üçün mənim yaxşı ifaçılar var. İndi gənclərdən soruşdunuz da, məsəl üçün Səbinə Ərəblinin ifası mənim maraqlı ifası var. Bir-birinə yaxın, çox bənzər ifaçılardır, janr baxımından. Mənim çox dinlədiyim Aygün Bayramovadır. O mənim üçün tükümür pəşdiyi. Hərdən deyirəm Aygün xanım. Hansı mahnısını? Siz niyə belə yaxşı oxuyursunuz? Siz niyə belə düzgün oxuyursunuz? Siz niyə belə yaxşı oxuyursunuz? Siz çox düzgün oxuyursunuz. Onun birsiz mükafatı nədir? Onun vıyqırışdılar, uğuru nədəndir? Nədəndir? Onun iki böyük daxi məktəbi görüb. Arif Babayevdən muğam dərsi alıb. Bəli. Şövkət xanımdan vokal dərsi alıb. Şanslıdır. Bu iki nəhəng ifaçıdan, sənətkardan məktəb keçib deyə onun Nəzakət Teymurovanın bir çox ifaları xoşuma gəlir. Mən də çox sevirəm Nəzakət xanım. Bəs estrada heç mi ilhamlandığın bir həmkarın yoxdur? İlhamə Qasımova xoşuma gəlir. İlhamə Qasımovanın heç nə çıxartmıraq İlhamə Qasımova. Tənbəlləşib o da yoxdur. İllərdir bir yeni mahnı falan elə. Gənclərdən var ya, gənclərdə mən baxıram bugün Qolus keçirdilər bizdə Səs Azərbaycan. O Səs Azərbaycan. Amma xarici mahnı oxuyur. Niyə? Yerli də var, amma xarici daha çoxdur. Niyə də? Niyə? Mən başa düşdüm sizi. Niyə?
Oxu da, onu bil. Onu bilmək əla, dünya musiqisini bilmək. Dünya ifaçılarına qulaq asmaq bu mütləqdir. Bütün musiqiçilərdir. Caza da qulaq as, popa da qulaq as, rapə də qulaq, hər şey. No, mən bizə bugün Azərbaycanda Azərbaycan ifaçılarının, əsl peşəkar ifaçıların kasadlığı var, acılığı var. O acılığı dolduracaq da çox az ifaçı var. Mən yanıram. Bugün mən Azərbaycan musiqisinin, mədəniyyətinin uğrunda yanıram, parçalanıram. Amma hansı qurumlar ki var, onlar daha çox buna. Onlar heç vecinə deyir ki, axı itib gedir bu. Vallahi itib gedəcək, billah itib gedəcək. Baxarsınız. Mən anam deyirdi, mən ölüyü siz deyir. Baxacaqsınız ki, zaman gələcək. Bəlkə bu lenti qalacaq da YouTube-da. Deyirlər, bu köpəyoğlu düz deyir də. Deməyəcəklər, Allah rəhmət eləsin. Elə bir köpəyoğlu desinlər, ev yox. O da yaxşı mənada deyəcəklər də, yəni. Təbii ki. Bu köpəyoğlu düz deyir də. Görürsünüz, zamanında pis baxdığımız şeylər bugün adi şey, adi baxır. Yəni dedim o hansı küçədə olmaz onu eləmək, onu dörd divarda bugün küçədə eləyirlər ki, artıq bizim onları beynimizə Yazıblar. yazdılar ki, buna sən normal baxmalısan. Nadir, təzə nəsə var? Biraz xəstələndim, açığı biraz operasiya, əməliyyat da oldu. O əməliyyatda ola mən getdim hələ Londona da. Orada toy Əməliyyat da oldu. Heç bilmirdim. Neyse deyərəm nədir. Əslində bir şey deyirdim. Bütün kişilərdə olan bir şeydir. Belə qrıja, yaxşı. Şeydə deyir, askolum var. Çağızı Tütek filmində də. Qasıq yırtığı. Qasıq yırtığı. Bilmirəm də görürsünüz, yırtıq sözü də özü bir. Amma niyə indi tibbi termin? Qasıq yırtığı. Yaxşı. Dicələr görsə bilmirsən. Yırtıq istədim, yırtıq deyim. Dedi var dicələr, onu da dicələr bu nə pislə danışır. Nə deyim, Azərbaycan dedi. Adıdır, neyə bilərik. Elə o tikişi ola. Onsuz da bu müsahibəyə görə bizi yıxıb sürüyəcəklər. Bilirəm, amma yenə kim sürüyəcək? özümüzünkülər. Yox. Belə qulağını belə qaşıyanlar. Bir var qulağı belə qaşıyırsa. İçində öz dostlarımız da var. Bir var qulağı belə qaşıyırsa. Öz dost bildiklərimiz də var. Fake profillərdən. Belə bilməyin ki, görmürəm sizi. Səndə də var təbii. Bəs hərdən baxıram Instagramda şərh yazıb, amma sıfırda bilmirəm ki Bəli, təzəcə açıb ki, sırf sənin keyfini korlasın. Bir adama, İşləri gücləri yoxdur bunların. Bir adama bugünə qədər mən nə öz səhifəmdə, mən bir dənə səhifəni işlədə bilmirəm. Bir oğlumun səhifəsi var məndə. Yəni orada o şəkillərini qoyuram. Öz adıdır da yazsam yenə biləcəklər. Bir travelımızın səhifəsi məndədir. De öz səhifəmdir. Yəni hardan yazsam bir adama şərh yazdığımı, pis şərh yazdığımı xatırlamıram. Bacarırsansa gözəl sözlər yaz. Bacarmırsansa qoy için pisliyi içində qalsın. 5-6 ay bundan vaxt cavab verirdim, sonra dedim yox. Heç kimə cavab verməm. Atıram bloka. Dəyməz. Atıram bloka çünki bilirəm ki, kimlərdir, nədir. Ola bilməz də bu profil 1 saatda açılıb girib sənin səhifənə nəsə yazır. Çox maraqlı ki, özü yazanlar kimdir? Kişilər deyil. Kişilər də var. Ən çox qadınlardır. Təbii ki. Ən çox qadınlar. Səhifəsinə girirsən ki, üzr istəyirəm. Pozğunun biridir də, yəni. Sənə küfr eləyir. Amma sənə dərs keçmək istəyir. Sən də səhv çıxmaq istəyir. Gidib paltar giyin elə gör. Sonra baxar. Yəni ki, ona görə bax, insanlar qaçır da. Yaxşı insanları tapmayacaqsınız. Yaxın 10 il, 20 ildə tapmayacaqsınız. Mən hər dəfə bir veriliş çəkəndə qorxuram. Gəlirlər belə danışırlar, ürəyim. Çıraq axtaracaqsınız siz. Yaxşı insanları, ədəbli, ərkanlı, nəsli nəcabətli, köklü insanlardır. Köklü, kök, korin. Kök çuğundur yox, o borşa vurandan yox. Bilirəm. Biz şəhərdən danışırıq da, biz getmirik rayona, kəndə. Bizim oradan xəbərimiz yox, nə baş verir, özləri bilər. Biz şəhərdə yaşayırıq da, ondan danışırıq. Əvvəl şəhərdə nə qədər yaxşı insanlar görürdün, get-get azalır. Sən bilirsən o şərh yazanların 90% elə rayonludur. Sağ olsun. Allah can sağlığı versin. Deməli, işsiz, gücsüz insan, bekar insanlardır. Bilirsiniz, çox vaxt bəzi insanlar öz tənbəlliklərini görməyib də hər şey dövlətin üstünə atırlar ki, işsizlik filan. Mən də olana bilmirəm. Sən bu divandan qaldır dalığı, üzr istəyirəm. Get iş axtar da. Burada oturmuşsan, Türkiyana söz yazırsan, mənə söz yazır, ona söz yazırsan. Buna vaxt tapırsan, iş axtarmağa vaxt tapmırsan. Sonra da üzr istəyirəm, məsəl üçün, dövlət pisdir. Sən açan o deyir, sən açan bir loteriya aldın ki, mən də sən arzulu yerə yetirə bilmədim. Allaha dedi, mənə bir maşın getir. Hansı filmdə həm ziyarət, həm ticarət güzün qabağında məşq eləyir. Sən də haçan bir buradan qalxdın, hərəkət elədin ki, mən sənə bərəkət vermədim. Günah. Allah səndən hərəkət, məndən mən Londonda bu yardım. Yenə London. Ümumiyyətlə Avropaya gedəndə son getdiyim Şotlandiya ilə Londona. Mən orada propka görüm. 10 milyonluq Londonda tıxac görmədim. Nə üçün? Çünki insanlar işləyir. Almaniyada gedin də eləyir. Tıxac görməzsən.
Bizdə isə səhər başlayır, 24 saat ərzində Artıq tıxacın saatı qalmayıb. qalmayıb. Amma orada Əvvəl ruslar çaspik deyirdilər, səhər, axşam iş. İndi gün bu dəqiqədə çox, gün orta 11-də. çünki insanlar bekardır. İşləyən adam işdə olur. Bizdə insanlar bekardır, işsizdir deyə yola çıxıb elə gəzmək, fırlanmaq, ona buna biraz qabağında risovkalıq eləmək. Yəni mən də var, maşınım var, baxın, yəni göstərmək üçün biz belə yaşayırıq. Biz ömür boyu hamı üçün yaşadıq özümüzdən başqa. Hamı üçün geyindik, hamı üçün makyaj elədik, qızıl taxdı, brilliant taxdı, telefon aldıq ki, əlimdə bax 16 var mənim. Amma düşünmədik ki, mən açan yaşayacağam. Bax bunu göstərirəm ancaq. Amma yaşamadım mən. Yalnız Türkana acıq verdim, Əliyə acıq verdim, Vəliyə acıq verdim. Bir yaşa da, o pulları da yığ hərdən, get bir dünya səyahətinə. Nə olar, ildə demirəm, 2 ildən bir get. Vur yoldaşı qoltuq var, ailəvi qoltuq var, gedin. Təkcə, yəni, o vaxt gözəl bir şeydir deyə Əbülfəz Qarayev. Turizm kabab yemək deyir də, yəni. Getdim çəmənlikdə oturdum, kababı yedim, sudan içdim, yatdım, bunu turizm, turist. Gəzməlisən, o ölkənin mədəniyyətini, mətbəxini, hər bir şey, tarixini öyrənmək üçün turizm budur əslində. Həm mədəniyyət, həm də mədəniyyətidir. Mədəniyyəti sonra, gedirsən, gəlsə görürsən ki, yeyirsən də. Mən elə dedim, biz bu yaxınlarda gedəndə, mən bilməzdim ki, Şotlandiyada meçid var. Meçid var. Gedirəm Şotlandiyaya, düşmüşük, qatarla getdik. Londondan 5 saat yarım. Qəşəng belə gəzə-gəzə, onları mənzərəni görmək lazım idi. Dedi, ata, özü bayram vaxtı idi də, orucluq bayramının o son əvvəlləri idi. Dedi, ata, mən bayram namazı burada qılmalıyam. Dedim, oğul, onsuz da sən mənim oteldə hər gün geyinirsən o qara belə, qılırsan da, mən də sənə mani olmuram. Allah qəbul eləsin. Yəni, dedi, yox, burada meçid var, mən meçiddə gedib. Deyirəm, ay, Şotlandiya hara, meçid hara. Google'da tapıb. Görürəm bir ingilisdən soruşur. Onun dini, imanı aparıb ora. İngilis buna deyir ki, buradan get. Belə elə, papa, buradadır. Çayı keçəyə körpü var. Oradadır. Necə imanlı olandı? 14 kilometr. Məni peşkom gəzdirib. Buradadır. Buradan bizim bağa qədər. Buradadır deyə. Deyirəm maşınla. Yox, papa, çatmışıq, nə maşın? Deyirəm, biraz ki, ayaqlar da dözmür. Bu ikralarım ağrıyır da mənim artıq. İndi 14 kilometr gəzmək nə deməkdir? Oğlum, gəl taksiya. Papa, çatmışıq, buradadır. Bir də niyə? 14 kilometr. Xətrinə də dəymirəm. Arzusu var, niyyəti var bu insanın. Mən heç vaxt heç kimin dininə, imanına eləmərəm də, yəni. Düz yorulmuşam, artıq bıkıram da, insanam, yorulmuşam mən. Loğman getdi, tapdı, heç nə. Girdi 5 dəqiqə, namaz qıldı, mən də oturdum, çıxdı, dedim, oğul, 14 kilometr. Sən Allahınla eşitməz, oteldə danışa bilərdin də. Dedi, yox, burada qılmalıydım, burada başqa bir ləzzəti var. Allah insan qəlbi. Mən onu xoşbəxt elədim o gün. Allah da səni xoşbəxt eləsin. Onu xoşbəxt elədim, onun arzusunu verdim. Nə bilim, sağ olsun, mənim tərcüməcim idi, həm də mənim üçün, maşallah. Çox sağ ağıllı oğlandı. Allah gözəl həyatlarını versin. Mən o gəlinimə demişdim toyda ki, sən fəxr elə ki, Loğman kimi ərim var. Loğman da fəxr eləsin ki, sənin kimi yoldaşı olacaq da. Doğrudan da kişi oğlu böyütmüşəm. Çox belə zəhimli oğlandı, çox belə yerini bilən, az danışan, az gülən, ritqdə gülən. İndi mən şərait ruhiyyəliyəm, mən artistəm, mən gülməliyəm. Dramatik, Fuad Poladov deyiləm, baxım, rəhmətlik o dramatik rolları, o da güləndə də gülürdü. Məsəl üçün, mənim favoritim də bilirsin, onu çox sevirəm. Deyirəm, ay Allah, görəm ona, siz görərsiniz, onun yoldaşı onun üçün həsrətlə baxır. Oturanda, artıq 3 il deyə belə deyirəm. Deyirəm, qızım, nə olub, 3 il dəsən? Deyir, yox, canım qaynatam. Ondan bir dənə də o da mənim talimə yazılıb. Deyirəm, nə xoş ki, siz xoşbəxtsiniz. Allah həmişə xoşbəxt eləsin. Çox sağ ol. Çox danışdım. Çox gözəl, dəyərli sözlər dedin. Minnətdaram sənə. Mən özüm də süddən çıxmış ağ qaşıq deyiləm. Yaxşı ki, bunu dedin, çünki orada bilirəm. Mən özüm də ağ kağız deyiləm, üstümdə var ləkələr. Amma onlar olub da, bugün istəmirəm siz onları yaşayasınız. Çox doğru. Və demirəm ki, siz, yenə deyirəm, mən demirəm, o deyil. Hamımızın səhvlərimiz var. Mən də sizlərdən biri olmuşam, amma nəticə çıxartmışam, səhvlərimdən nəticə çıxartmışam. Bəli. Təşəkkür edirəm. Var ol, çox sağ ol.
Check the